Bismillahirrahmanirrahim. Və bihi nəsta'in innehu xayru nasirin və mu'in. Və sallallahu ala seyyidina Muhammedin və alihi tahirin. Amma bəd, qalə Allahu Teala fi kitabihil kərim. Lətəcidənnə əşəddən nəsə ədavətən lilləzina əmənu əl-yəhudə vəl-ləzina əşrəku. Və lətəcidənnə əqrabəhum məvəddətən lilləzina əmənu əl-ləzina qalu innə nəsara. ذلك بأن منهم قسيسين ورهبانا وأنهم لا يستكبرون. Sadaqallahul aliyyul azim. Məlum olduğu kimi Siyonist rejimin baş naziri ölkəmizə rəsmi səfərə gələcək və Azərbaycan gündəmində hazırda bu məsələ qabardılıb və xalq kütlələrinin buna etirazı davam edir. Xüsusilə ruhanilərin, din xadimlərinin, ziyalıların uşaq qatilinin ölkəmizə gəlməsinə etirazları qlobal hadisə kimi sosial şəbəkələrdə yayılmışdır. Biz də Azərbaycan vətəndaşı olaraq öz növbəmizdə 18 mindən yuxarı uşaq qanına əli batmış bir cinayətkarın Beynəlxalq Cinayət Məhkəməsində axtarışa verilmiş bir hərbi cinayətkarın ölkəmizə gəlməyini təbii olaraq xoş qarşılamırıq və onun ölkəmizə səfərini rədd edirik, pisləyirik qətiyyətlə. Onun əlini sıxan, ona qocaq açan hər kəsə də tövsiyemiz budur ki, onlarla yoldaşlıq eləməsinlər, onları qəbul etməsinlər. Və mənim bir sıra sözlərimin əsası Qurana söykənir. Quran-ı Kərimdə Allah Teala buyurur ki, lətəcidənnə əşəddən nasi ədavətən lilləzina əmənu əl-yəhuda vəl-ləzina əşrəku. Deyir, insanların ən qatı düşməninin kim olur? Möminlərin ən qatı düşməninin kim olduğunu görərsiniz? Yahudilər. Və onlar ki, müşriklərdirlər, Allaha şərik qoşarlar. Allah Teala Quran-ı Kərimdə özü Yahudilərin insanlığın düşməni olduğunu bəyan eləyir. Allah Teala özü Quran-ı Kərimdə buyurur ki, insanlığın ən qatı düşməni Yahudilərdir. Yahudilərin insanlığın ən qatı düşməni olduğunu görərsiniz. Başqa bir ayədə Nisa surəsinin 155-ci ayəsidir ki, Allah Teala orada buyurur: "Fəbimə nəqlihim misaqahum və kufrihim biayatillah və qatlihimul anbiya'i bighayri haqqin və qawlihim qulubuna gulf." Və ilə axirə qədər. Allah Teala burada buyurur ki, onlar Yahudilər, xüsusən bu Siyonist rejimdən olan, masondan olan Yahudilər peyğəmbərləri nahaq yerə öldürdülər, onlar təkəbbür göstərərlər və sair və ilaxır. Ayənin axırında mühüm bir nöqtəyə işarə edir. Allah Teala buyurur ki, "Fələ yu'minunə illə qalilə." Onları heç zaman iman gətirən görməzsiniz, cüzi hissəsi istisna olmaqla. Yəni Yahudilərdən cüzi hissəsi, az bir hissəsi istisna olmaqla onlar heç vaxt iman gətirməyəcəklər. Əgər kimsə ümid eləsə ki, bunlar nə vaxtsa iman gətirərlər, insanlıq düşmənini qırağa qoyarlar, yanılırlar. Çünki Allah Teala özü Quran-ı Kərimdə bu barədə bizə xəbər vermişdir. Bundan əlavə bilənlər bilir, bilməyənlər üçün də bunu izah eləyək. Yahudiyyətdə, xüsusən mason lojasında bir etiqad var, ona deyərlər qoy etiqadı. Qoy nə deməkdir? Qoy Yahudiyyətdə ümumi insanları iki yerə ayırır. Bir Yahudi olan insanlar var, bir də qeyri-Yahudilər var. Onlar qeyri-Yahudilərə qoylar deyərlər, qoy etiqadı var onlarda. Bunun da mənası budur ki, onlar Yahudi olmayan qeyri-Yahudilərə, qoylara bu cür yanaşırlar ki, Allah Teala bizi yeryüzünün hakimi, varisi təyin edib və Yahudi olmayanları isə bizə kölə yaradıb, bizə xidmət eləmək üçün yaradıb. Biz istəyərik onları öldürərik, istəyərik kölə kimi işlədərik və s. və ilaxır. Dünya ictimaiyyətinin ziyalı insanları Yahudiyyətin, mason lojasının bu etiqadını bilirlər. Və dəfələrlə də buna etiraz ediblər. Siz tarixə baxsınız, qədim tarixdən ta 1948-ci ilə qədər Yahudilər müəyyən ölkələrdə məskunlaşıblar. Dəfələrlə həmin ölkələrin rəhbərliyi tərəfindən sürgün eləyiblər, öldürülüblər, qovulublar və s. və ilaxır. Həm bu
etiqadlarına görə, həm də onların fitnə fəsad törətdiyinə görə. Dəfələrlə Allah Taala Qurani Kərimdə buyurur ki, onlar fitnə fəsad törədən qövmdülər, onlar lənətlənmişdirlər, onlar peyğəmbərləri nahaq yerə öldürənlərdirlər. Siz təsəvvür eləyin, Hz. Musa əleyhissalamın dövründə Hz. Musa əleyhissalam onların gözünün qabağında dənizi yarır və onlara Fironun zülmündən nicat verir. Dənizi keçər-keçməz ayaqlarının yaşı rütubəti qurumamış Musaya asi olurlar, Allaha üsyan eləyirlər. Musa əleyhissalam onlara Allaha itaətə dəvət etdiyi halda onlar yenidən başlayırlar büzova itaət etməyə. Bu cür nankor, fitnə fəsad, yer üzündə fitnə fəsad törədən bir qövmdən danışırıq. Qayıdaq mövzumuza. Dəfələrlə onları öz ölkələrindən ölkə rəhbərlikləri qovublar. Bu fitnə fəsadlarına görə onların qoya əqidəsinə inanclı olduqlarını bildikləri halda və buna görə də Yahudiyyət, Siyonist rejim müəyyən bir taktikalar işlədirlər. Qoy etiqadını, inancını gizlətməyə çalışırlar və bununla da xüsusilə Sovetdən ayrılan müsəlman ölkələri ilə müəyyən münasibətlər qurmağa çalışırlar və bu münasibətlərin sayəsində dünya ictimaiyyətinə göstərmək istəyirlər ki, biz müsəlman düşməni deyilik, bizim müsəlman ölkələri ilə əlaqələrimiz, ticari əlaqələrimiz və sair münasibətlərimiz vardır. Amma bilənlər bilir ki, xeyr, bunlar müəyyən bir həddə özlərinin təqdim etdiyi böyük proje, layihə, xəritə ki, sosial şəbəkələrdə də yayıblar özləri, onları həyata keçirmək üçün, o əraziləri işğal etmək üçün müəyyən bir zamana ehtiyacları var ki, bu zaman əsnasında onlar bu taktikanı həyata keçirdirlər. Bunu ilə belə yenə də təkrar edirəm, ağıllı insanlar, ziyalı insanlar bunların nə zibil olduqlarını yaxşı bilirlər və bizi üçün də Qurani Kərimdən möhkəm dəlil ola bilməz. Allah Taala Qurani Kərimdə onları lənətləyib, onların iman gətirməyəcəyini bizə xəbər verib, onların günahsız yerə peyğəmbəri öldürdüklərini dəfələrlə deyib və belə bir qövmin uşaq öldürməsinə artıq təəccüblənmək olmaz. Odur ki, bunlar müəyyən qədər özlərini gizlətdilər, amma Fələstin məsələsi bunların iç üzünü, batinini, həqiqətini dünya ictimaiyyətinə bir daha təqdim elədi. Bunlar hərbi cinayətkardılar. Hamasla vuruşuruq adı altında 18 mindən yuxarı körpə günahsız uşağı öldürüblər, dinc əhalini bombalayırlar. Qolları, əlləri dirsəyə qədər qana batmış bir rejimin baş naziri hazırda istəyir Azərbaycana gəlsin. Bu, Azərbaycan cəmiyyəti üçün, Azərbaycan xalqı üçün, Azərbaycan dövlətçiliyi üçün, beynəlxalq arenada, beynəlxalq təşkilatlarda, dünya səviyyəsində Azərbaycan dövlətçiliyi üçün çox pis, təhqir edici bir hərəkətdir. Bunu qəbul etmək, beynəlxalq arenada dövlətçiliyimizə, adımıza, xalq olaraq, millət olaraq imicimizə çox böyük zərbədir. Buna görə də biz Azərbaycanı sevən bir insanlar kimi, dövlətimizi, xalqımızı, millətimizi sevən bir insan kimi uşaq qatilinin, hərbi cinayətkarın ölkəmizə gəlməyinə qətiyyən razı deyilik və ona bir daha deyirəm, qucaq açan, əlini sıxmaq istəyənlərə də tövsiyemiz budur ki, uşaq qatillərini özünüzdən uzaq eləyin, ümid eləməyin ki, onlar sizə mənfəət verəcəklər, xeyir verəcəklər, xeyr. Allah Taala Qurani Kərimdə özü bu millətin mahiyyətini bizə başa salıb. Başqa bir ayədə Allah Taala nə buyurur? Buyurur, İnna akramakum indallahi atqakum. Baxın, Allah Taala Qurani Kərimdə bizə çatdırmaq istəyir ki, milliyyət önəmli deyil. Onlar ki, daha təqvalıdırlar, Allahdan qorxurlar, Allahın əmrlərinə itaat edirlər. Allah yanında onlar daha əzizdirlər. Amma bunların qoy etiqadı birbaşa bu xəstəlik olan millətçilikdən söhbət edir. Onlar qeyri-yəhudiləri özlərinə kölə, özlərinə qurban hesab edirlər. Belə bir rejim ilə münasibətlərə, xoş münasibətlərə ümid eləmək ən azından axmaqlıqdır, ən azından sadəlövhlükdür. Odur ki, diqqətli olmaq lazımdır. Hər bir insan, Azərbaycan cəmiyyətinin hər bir fərdi ümumxalq etiraza qalxmalıdır. Netanyahunun ölkəmizə gəlməyinə etirazlar təkcə dini camiyyədən səslənməli deyil. Ümumxalq olaraq biz Siyonist rejimin uşaq qatili olan, hərbi cinayətkar olan Benyamin Netanyahunun ölkəmizə gəlməyini ümumxalq olaraq rədd etməliyik, pisləməliyik və razı olmamalıyıq ki, o qanlı ayaqlarını bizim gözəl torpaqlarımıza qoysun.
Və selamun aleykum və rəhmətullahi və bərəkatuh. Allah amanında qalın.